Salam, hər vaxtınız xeyir olsun dəyərli izləyicilərim. Bugünkü videomda sizlər üçün mövsüm meyvələri ilə çox dadlı, böyük bir ailəyə çatacaq qədər iri bir listlə içərisi yumşaq, çox ləzzətli, möhtəşəm bir ərikli piroq hazırlayıram. Videonu mütləq yaddaşda saxlayın, çünki çox bəyənəcəyiniz bir resept olacaq. Xəmir üçün 520 qram un götürürük. Bu da hər zaman istifadə etdiyim 200 ml stəkan ölçüsü ilə 4 stəkan dolu un eləyir. 4 stəkan unun üzərinə əlavə edirik 2 stəkan yarım şəkər tozu və 1 çay qaşığı dolu şəkərli vanil. Bunları yaxşı-yaxşı qarışdırırıq. Un, şəkər tozu, vanil. Bunları yaxşıca qarışdırdıqdan sonra ev temperaturunda tam yumşalmış bizə 250 qram kərə yağı lazımdır. Hal-hazırda da indi sizlərə göstərəcəm ki, baxın, yağımızın yumşaqlığı mütləq bu cür tam yumşalmış olmalıdır. Mən tərəzidə 250 qram yağımı çəkib götürürəm. Bizə lazımdır, qeyd etdiyim kimi, 250 qram yumşalmış yağ və yağımızı əlavə edirik şəkərli, unlu, vanilli qarışımın üzərinə. 250 qram tam yumşalmış yağımızı əlavə etdikdən sonra əlimizlə yaxşı-yaxşı ovaraq umaç hazırlayırıq. Dəyərli izləyicilərim, kim hardan videomuzu izləyirsə, hər birinizdən çox xahiş edirəm ki, videolarımızı izləyərkən zəhmətə dəyər verib, elə bu dəqiqə yuxarıda gördüyünüz bəyən düyməsinə toxunaraq videolarımızı bəyənməyi unutmayın. Əgər bəyənirsinizsə, mütləq yaxınlarınıza da paylaşın. Sizlər də kanalımızın böyüməsində mənə bu cür dəstək olmuş olarsınız. Dəstək olan hər kəsdən də Allah razı olsun. Baxın, gördüyünüz kimi umacımızı tam hazır etdim. Yaxşı-yaxşı ovub tam umaç halına gətirdikdən sonra bu umacımızdan bir stəkan ayırırıq və qoyuruq bir kənarda qalsın. Sonda piroqumuzun üzəri üçün bizə lazım olacaq. Daha sonra isə orta hissəsində bir belə oyuq açırıq. Bura ev temperaturunda olan 4 ədəd iri ölçüdə ağlı sarlı yumurta əlavə edirik və bizə bir stəkan da qatıq lazımdır. Qatığın yarısını əlavə edirik yumurtanın üzərinə, yarısını saxlayıram ki, üzərinə deməli yarım çay qaşığı sodanı əlavə edib qəşəng köpürtmək üçün. Yarım çay qaşığı sodanı əlavə etdim demək ki, qatığın üzərinə və əlavə olaraq yarım çay qaşığı da qabartma tozunu qabımızın içərisinə əlavə etdim. Yarım çay qaşığı sodamızı qatığın içərisində yaxşı-yaxşı qarışdırıb köpürtdükdən sonra bunu da əlavə edirik üzərinə. Ümumilikdə bu xəmir üçün mən yarım çay qaşığı soda və yarım çay qaşığı qabartma tozundan istifadə etdim. Yəni hər ikisindən istifadə edirəm mən burada. Sizlər istəsəniz ya qabartma tozundan ayrı-ayrılıqda və ya sodadan da istifadə edə bilərsiniz. Amma mən hər ikisindən istifadə edirəm yarım çay qaşığı olmaqla. Piroqum çox gözəl alınır, çox qəşəng qabarır. Yəni illərdir ki, bu cür istifadə edirəm. Sizlərə də məsləhət görərdim ki, hər ikisindən yarım çay qaşığı istifadə edin. Amma sodanın dadı, qoxusu gəlməsin deyə mütləq qatığın içərisində onu qəşəng qarışdırıb söndürün. Və beləcə gördüyünüz kimi xəmirimizi yaxşı-yaxşı qaşıqla qarışdırıram. O qədər qarışdırıram ki, düyünlər tamamilə açılsın. Yəni umaclar açılmalıdır. Çox az içərisində umacdan biraz diri şəkildə qala bilər, az, yəni tək-tük. Onun heç bir problemi yoxdur. Əsas odur ki, xəmiri qəşəng yaxşı-yaxşı qarışdırasınız. Bu cür gördüyünüz kimi möhtəşəm, havalı, belə qaymaq kimi bir xəmirimiz olur. Bu xəmir həqiqətən də çox gözəl bir xəmirdir. Xəmirimizin qatlığı da bu cür olur. Xəmirimiz hazır olduqdan sonra listimizi yağlayırıq. Mən 36 sm olan dairəvi listin içərisində hazırladım. İstəsəniz 4 künc listə də hazırlaya bilərsiniz. Deməli, istifadə etdiyim bu listim köhnə itimat sobalarının dairəvi listidir. Listimizi yaxşıca kənarlarına kimi hamısını yağladıqdan sonra üzərinə biraz da un səpirəm. Unumuzu listə səpdikdən sonra listi də bir qədər tərpədirəm ki, un listin hər tərəfinə yayılsın. Daha sonra isə xəmirimizin hamısını əlavə edirik listimizin içərisinə və kənarlarına doğru eyni bərabərdə olmaqla xəmirimizi listimizə yayırıq. Üzəri üçün də mən mövsüm meyvələrindən olan ərikdən istifadə etdim. Onu da nəzərinizə çatdırım ki, ərikdən istifadə edərkən mütləq ərikləri öncə yuyun, təmiz-təmiz bir çay dəsmalının arasında qurulayın ki, üzəri nəmli, yaş qalmasın.
Bir də istifadə etdiyiniz əriklər çalışın ki, şirin əriklər olsun. Çünki şirin ərik olmayanda həmin o əriklər piroqa bir qədər acılıq verir. Ona görə istifadə etdiyiniz əriklər çalışın ki, bal kimi şipşirin əriklər olsun ki, piroqunuza da gözəl dad versin. Əriklərin orta hissəsində olan çəyirdəklərini çıxardırıq, 2 hissəyə bölürük və mən biraz da üzərlərinə qarğıdalı nişastası əlavə etdim. Çünki buna əlavə etməyəndə adətən bu meyvələr öz suyunu daha da çox çıxarır piroqun içərisinə. Ona görə biraz mən nişasta əlavə etdim ki, öz şirəsini daha da çox çıxartmasın ona görə. Amma istəsəniz, yəni əlavə etməyə də bilərsiniz. Və beləcə gördüyünüz kimi əriklərimizi hamısını piroqumuzun üzərinə sırayla düzürəm. Daha sonra isə öncədən 1 stəkan mən umac götürmüşdüm və həmin umacımızı da hər tərəfinə eyni bərabərdə olmaqla səpirəm. Sobamı da yandırmışam. Öncədən isidilmiş sobamızda 180-190 dərəcə arasında 40-45 dəqiqə müddətində piroqumuzu sobanın ən alt gözündə tam qıpqırmızı xına kimi qızarana qədər bişirib götürürəm. Bu piroqu mən meyvəsiz də hazırlamışam, sadəcə umacla. İnanın, o qədər dadlı, o qədər ləzzətli bir piroqdur ki, həm də çox bərəkətli bir piroqdur. Böyük ailəsi olanlar da rahatlıqla hazırlaya bilər. Hər kəsə çatacaq, çox dadlı, ləzzətli bir piroq olur. 40-45 dəqiqə keçdikdən sonra içərisinin yaxşı bişib-bişməməyində bu cür çöp vasitəsilə yoxlaya bilərsiniz. Çöpü xəmirin içərisinə saldıqda orta hissəsinə əgər quru çıxırsa, deməli piroqumuz hazırdır. Və piroqumuzu götürdüm, amma mütləq tam soyumasını gözlədim. Çünki üzərində də meyvə olduğuna görə bunu isti-isti, qaynar-qaynar kəssəniz, səliqəsiz doğrana bilər. Çünki çox yumşaq bir piroq olur. Ona görə mütləq tam soyumasını gözləmək lazımdır. Piroqun üzərində umac olduğu üçün doğrayarkən səsini də eşidirsiniz. Üzəri belə qəşəng azacıq xırçıltılı, içərisi isə pambıq qədər yumşaq, çox ləzzətli, ətirli, möhtəşəm bir piroqdur. Bir sözlə həqiqətən də üzünüzü ağ edəcək bir piroqdur. Hazırlayın. 100% əmin olun ki, hər kəs tərəfindən də çox bəyəniləcək. Yay mövsümündə bu cür meyvələrlə də hazırlaya bilərsiniz. Qış mövsümündə meyvə olmasa belə sadəcə eynən bu reseptlə hazırlayırsınız. O götürdüyünüz 1 stəkan umacı da meyvə olmadan belə piroqun üzərinə səpib və bişirirsiniz. Bu piroq həm meyvəli, həm meyvəsiz, hər iki cürdə çox gözəl alınır. Mən paxlava formasında dilimlədim piroqumuzu, sizlər kvadrat formasında da dilimləyə bilərsiniz. Hətta qeyd etdiyim kimi kvadrat listin içərisində də hazırlaya bilərsiniz. Yumşaq gördüyünüz kimi, üzəri xırçıltılı, içərisi pambıq qədər, o qədər yumşaqdır ki, əriklər də piroqumuza bir başqa ləzzət qatıb, çox dadlıdır və yeyən hər kəs tərəfindən də piroqumuz çox bəyənildi. Mütləq sizlər də hazırlayın, nuş edin, göz haqqınızı halal edin. Dəyərli izləyicilərim, kanalımın böyüməsində mənə dəstək olmaq üçün mütləq videolarımızı bəyənməyi, yaxınlarınızla paylaşmağı unutmayın. Yenicə açdığım vlog kanalımda da dəstəyinizi gözləyirəm. Dəstək olan hər kəsə də ayrı-ayrılıqda öz təşəkkürümü bildirirəm. Yeni videolarda görüşmək ümidi ilə sağ olun, salamat qalın.